Onlar hamısı dədəmin günahıdır. Vaxtında götürəydi, aparaydı mənə həkimə ki, deyərdi, ay həkim, bunun belə əzilib büzülür, budur, psixologiyalar, psixoterapist nə deyirsə onlara aparar. O günahı mən də görməyin, onu da görün. Valideyn də görün. Mənim əgər uşağım olsa, görsəm ki, qız kimdə Allah tez üstünə düşüb aparacam həkimə. Ki, şey olsun, hel olmasın. Heç kim lağ eləməsin. Elə bilsən qız kim olmaq yaxşı şeydir. Görsən mənə nə qədər lağ eləyirlər burada. Şey eləyirlər, kayıtlarda da altına nələr yazırlar, lağ eləyirlər. Buna bax, arvad deyilə bilsən, arvad deyirlər. Nə kişi kimi kişidir deyirlər, nə qadın kimi qadın. Niyə o sözləri götürməliyəm ki mən? Rəqs elə. İndi o hərəkətlər, yo, ömür boyu eləmərəm o hərəkətləri. Oturan kimi elə nazlanırdım, belə elə böyrüsdə. Yo, indi eləmirəm. Düz arada bir nazlandım, o özümü nasıl unuturam onu. Yo, eləmərəm deyil. Sən oynamağın da yoxdur. Nə bilim, hə, çox dəyişmirsən. Onları sil. Onları mən paylaşmamışam, amma başqa adamlar paylaşır. Nə ardında silmirlər. Konuşuyor daşına. Ölməz. Hamı bir lokma evində soğan da olsa, kartof da olsa tapır yeyir. Mən indiyənə kimi acından ölən insan eşitməmişim. Az sözü demə. Nağarma ayılcan. O dünən Eldəniz deyirdi ki, ancaq aya qardaş de. Neyniyim? О, бабуш, ötersen. Привет, как дела?